Hamınıza salam değerli YouTube izleyicilerim. Bugün sizlerle cücələrinizin 2 aya, 3 aya 2-3 kilo olmasını istəyirsinizsə nə etməlisiniz? O video ilə qarşınızda olacağım. İndi isə keçirik videomuza. Öncəliklə arı topların sağlam böyüməsini istəyirsinizsə əvvəlcə keyfiyyətli yem olmalıdır. Məsələn, başlanğıc yem ilk günlərdə 20 gün verilməlidir. Bunu demişəm. Yeni videoda təkrarladım. Məsələn, biz indi yem verdik bunlara. Kənd 2 yemi. Kənd 1 yemi biraz xırda olur. Keçən əvvəl göstərdiyim kimi kənd 2 biraz böyükdür. Bir də keyfiyyətli yem, bir də sularında arada bir, həftədə 1-2 dəfə dərman qatılmalıdır sularına. Həftədə bir dəfə, ayda təxminən 2 dəfə dərman verilməlidir onlara. Keyfiyyətli dərman olaraq. Məsələn, bunlara ilk günlərində dərman verilmir. İlk günündə sadəcə peyvənd olmalıdır. Aldığınız yerdən peyvənd olmalıdır ki, cücələr daha keyfiyyətli olsun. Bunlara yem kənd 2 yemi verilir ki, birinci günlərdə ilk yekə yemdən verilirdi kənd 1. Xırda olsun da öyrəşsin. İndi oldu kənd 2. Bu yemin isə 2 cürəsi olur. Biri vitaminli kənd 2 yemi, biri də vitaminsiz kənd 2 yemi. Vitaminli kənd 2 yemi baxın üstündə belə qarğıdalı dənəcikləri olur. Baxın belə sarı şeylər. Bu da vitamini simvolize edir. Sarılar. Baxın görsənir. Sarı. Adilərinin isə üstündə sarı olmur. Sadəcə ağ olur. O da içində də onun qara un olur da bütövlətirlər. Hələ satılır. İçinə də 1-2 yem qatılır. Amma belə yem də dəqiqə çubuğu düzəldim. Belə yem də heç bir qatqı əlavə ekstraktlı qatıqlar olur da. Yəni elə məsələn hər yemin tərkibində zülal olmur. Amma dadlandırıcı olur. Dadlandırıcı onlar cəlb edir. İstəyir yedikcə yemək xoşlayırlardı o yemi ilk dəfədə. Sonra cəlb eləyir, dadlı olur da. Dadlandırıcı qatırlar ki, yesinlər. Yemi indi göstərdim burada. Və yem yenə də alınacaq. Üçü birində olan yemdən veriləcək. Suları hal-hazırda dərmanlı deyil. Bunlara da ot olaraq bəzi göy otlardan verilir. Baxın, məsələn, belə bir otlar verilir. Atırıq. Baxın, bunun çubuqla yemirlər. Çünki bəkdir də. Yarpaqlar yumuşaqdır. Arada belə bir təhəng yarpaqları da atırıq. Vitamin olaraq da, yəni zülal. Daha təbii vitaminlər. Vitaminin təbii də olur, təbii olmayan da olur. Təbii vitamin, baxın belə otlardan hazır olur. Təbii olmayan süni isə, məsələn, tərkibində başqa dadlandırıcılar olur. Ona görə. Adı da olur vitaminli. Amma belə də təbii vitaminli yem olur. Bunların aralarında bəziləri inkişaf etməyib. Məsələn, buna baxsaq, inkişafdan qalmış. Sonra, baxın, bu aksiyanı indi baxaq. Bu aksiyana baxaq bir. Yem yiyib hal-hazırda. Bir indi yedi. Heç bir bit, xəstəlik yoxdur. Bir dəqiqə. Heç bir bit, xəstəlik yoxdur. Qanadının altına baxaq bir də. Kameraya görə yaxşı baxmadım. Bunlar tüklərdən əciklərdir. Heç bir üstündə bit yoxdur. Bir dəqiqə. Hə, üstündə 1-2 dənə bit var. Buna ayıraq. O da bütün saxlayan cücələrin əksəriyyətində üstündə xırda bitciklər olur. İstənilən bitlər olur, xırda bitlər. Bunu indi salırıq bir yerə. Sağaldacaq bunu. 2 günə böyüdəcək. Bitdən azad edəcək. İndi isə videomuza keçin. Bunda inkişaf etməyənlərdən, məsələn, bu ən böyük xoruzlardan biridir. Bunu baxaq.
Bunların yarısı isə bu sərinlikdə yatır. Bildiyiniz kimi isti havalarda onlara su verilməlidir, amma çox adam deyir ki, istidir, buxarlanır ona görə. Bu da bir səbəbdir, ancaq əsas səbəblərdən biri deyirlər ki, məsələn, bunun bir hissəsi ola bilər, amma əsas hissələrindən biri də isti onların bədənlərindəki suyu buxarlandırır. Həmin bu suda minerallı sular olmur da, adi su olmur. Minerallı su verməlisiniz ki, onu su orqanı formalasın. O suyu orada bir neçə saat saxlaya bilsin. Yəni susuz qala bilsin, amma belə vitaminlər verilməyəndə, vitaminli, vitaminli su dözümlü olmur suya. 2 saatdan 1 saat, yarım saata, məsələn 20 dəqiqə qabağında su olmasa bir cücənin. Oje suzuyub, hətta ölə də bilər yarım saata, 1 saata. Amma vitaminli ekstraktlar versəz, vitamin zülal ekstraktları. O nəyin ki 20 dəqiqə, 30 dəqiqə, 4 saat, 3 saat, 5 saat hətta qala bilər. Amma tam isti yerdə yox, kölgəli yerdə də qala bilər də. İsti yerdə qalsa, məsələn 1-2 saat biraz az olur. Suyu da verilməlidir ki, bədənlərindəki olan su temperaturu. Su buxarlanır. Günəş onu buxarlandırır. Su verəndə isə həmin suyu yenə doldurur. Məsələn 100%-dir, istidə düşür olur 50%. Sonra qalxır, su içəndə olur 100. Belə dövr eləyir də, su dövranı baş verir bədənlərində. Ona görə də zülallı yemlər, sularlı sular verilməli, vitaminli sular ki, ümumiyyətlə bir suya görə yox, hər şeyə dözümlü olsun. Soyuğa dözümlü olsun. İstiyə dözümlü olsun. Çöldə qalmaya dözümlü olsun. Bunlar məsələn çöldə qalmaya dözümlü deyil. Bunlar 2 dəqiqə yerlərə girmə vaxtı var da bunların hinnə. Saat 8 yarısı 8-də hava tam qaralmamış, alaqaranlıqda yerlərinə girirlər. Qapı məsələn bağlı qalır, külək çox vaxt örtür. Biz həmin saatda, girən vaxt o saatda gəlirik, açırıq qapını ki, görürük ki, hamısı yığışıb qapının ağzına qışqırır, girmək istəyir yerlərinə. Yerlərini isə gedib göstərək, təzə təmizlənib. Əvvəlki videoda göstərmişəm, qısa shorts videosunda. İndi yenə göstərirəm. Baxın, buradan işıq düşür. Ona görə çox vaxt isti olur, amma buradan düşmür. Buradan ağac var, sadəcə buradan işıq gəlir. Amma içəridə düşmür. Burada su var idi birinci çəkdiyim videoda. Daha yoxdur, buxarlanıb da, yuyanda qalıb içində. Baxın, burada polkalar da var. Burada toyuqlar üçün, məsələn, saylarına görə quraşdırılıb da 2, 4, 6, 8. 8, məsələn, 20 dənə toyuq varsa, onlardan 10'u bugün yumurtalayır. 10'u sabah. Çünki onlar bildiyiniz kimi istirahət, yəni gözləyə də hələ yumurtalayırlar. Birdən-birə yumurtalamırlar. Hamısı da məsələn 30 dənə çıxır, 30'u da bir gündə yumurtalamır. 15'i bir gün, 15'i sabah. Ya 10'u bugün, 10'u sabah, 10'u bir gün, ya 5-1 fərqi yoxdur. Təmizlənmiş hal-hazırda hinin içi. Çünki təmizləmək nəyə görə vacibdir, onu sizə açıqlayacağam. Təmizləmək onların sağlamlığı üçün vacibdir. Ətinin məsələn yeyəndə daha dadlı olmasına xeyirdir. Onların bədənlərin immunitetinin güclü olmasına xeyirdir. Bit basma, qurt düşmə, bəzi infeksiyalı xəstəliklərdən qorunmasına vacibdir. Nə qədər yaxşı təmiz yerdə saxlasaq, o qədər də sağlam olar. Sağlamlıq da nə üçün vacibdir? Məsələn, alıcının daha cəlb olunması üçün. Sağlam olanda, məsələn, yerə yıxılanda orada bir ayağı axsiyan var. Hansıydı o? Bir dənə gözləyin. O ən balacasıdır. Hardadır bir dəqiqə? Baxın budur.
budur. Əlbəttə ki, bunu görən alıcı, bunun öz qiyməti məsələn bu boyda 20 manat, 15 manatdırsa, 10 manatdırsa, buna 3 manat, 4 manat verər. Çünki bu balacadır. Baxın, heç qaça da bilmir. Bunu yumurtlamaqda gücü də olmaz. Amma məsələn bunları görsə əlbəttə ki alır. Amma toyuqlardan deyirəmsə, məsələn onu görsə alar, bunu görsə alar. Bunu görsə əlbəttə ki almaz, qiymət verməz. Amma bunları görsə, buna əlbəttə ki alar. Onların yəni boy fərqindən, gücündən, qaçmağından, inkişafına təsir eləyir. Həmçinin onun inkişaf etməsi də alıcının onu tez almasına da kömək edir. Oynaya, məsələn, onun ayağı sınsaydı, əzilsəydi, onu sağalda bilərdi. Amma bu, bud hissəsindən, kökündən zəd alıb. Onu biz ancaq əməliyyatla azad olunur. O da əməliyyatdan çətin sağ çıxa bilər. Ona görə də sağ atmamışıq. Bitkidən azı, bitkilərlə qidalandırırıq. Görək, düzələrmi? İndi isə bunların sularına baxırıq. Sular əvvəllər bu qabda verilirdi. Bu qabdan tez buxarlanır, geniş olduğu üçün. Geniş sahədə daha tez buxarlanır da, su bildiyiniz kimi. Amma bunda az buxarlanır, hündür olsa da. Burada küldə yandırılıb onların eşələnmələri üçün. Yəni eşələnəndə bitdən azad olunurlar, bitləri olmur. Həmin bitdə bu külə tökülür. Bəzi insanlar isə bunun üstündən yenə yandırır o həmin odun. Amma xeyr, o düzgün deyil. O külü yığıb atmalısınız, üstünə su vurmalısınız. Sonra quruyandan sonra yandırmalısınız və yaxud da təmizləyib sonra təzədən yandırmalısınız. Çünki bunun üstündə həmin bit qalır. Sonra siz yenə bunun üstünə kül tökürsünüz. Eşələyəndə bit qalır bunun üstündə. Sonra keçir yenə bədəninə. Yəni heç bir fərq olmur da sağalmağına. Yenə eyni şey gəlir qalır. Ona görə də külü yandırmalıyıq. Bunu üstündə bit olsa yenə tökür üstünə. Yenə bit qalır. Eşələyəndə yenə bit bədəninə girir. Ona görə olmaz. Heç bir faydası yoxdur. Yəni bu işi görürsünüz, amma axıracan düz görmürsünüz. İstəsəz külü öz bədəninə də özünü sürtə bilərsiniz, amma sağlam toyuq özü eşələnə bilir. Yəni sağlam olmayan toyuq isə heç vaxt siz eləsəz belə güclə olar. Xeyir eləməz. Özü eşələnməlidir. Sonra özü eşələndən sonra isə siz eləyəndə onu özü bədənin qaşımır. Özü qaşımayanda da bitlər tökülmür. Bit quruyub məsələn ölür, üstündə qalır. Sonra onu qopardan lazımdır onun üstündən. Toyuq özü qopartmalıdır. Amma o özü eşələnəndə həm eşələnə qopardır bitləri. Ona görə özünüz eşələndirməməlisiniz. Özü eşələnməlidir. Əgər bir dəfə, iki dəfə, bir dəfə əgər özünüz külə vurun, özü öyrəşsin. Amma gördünüz ki, bu təsir eləmir, özü eşələnməlidir də küldə. Siz onu məcbur eləsəz, o heç vaxt bit tökülməz. Dərmanı isə, dərmanı ağzını vurmur, görür, yandırır, acı olur da dərman bildiyiniz kimi. Vurmur ağzını, dərman özü tökür. Dərman güclüdür, imkan daxilində və yaxud da kül tam sağ şey deyil, güclü deyil, ona görə çətin onu sağalsın. Kül. Ona görə mütləq dərman vurulmalıdır. Bunlara isə sabah ya o birisi gün üçlü vitaminli yem alınacaq. O üçlü vitaminli yemi də hələ demirəm. Onu sizə deyəcəm. Video ilə çəkib, həm shortsda, həm də uzun videoda çəkəcəm. Amma 94-95 abunədə o yemi göstərəcəm. O yemdə isə bu videoda qısa məlumat verdim. 2 aya kökəlmək üçün. Amma 95 abunədə daha uzun ətraflı video göstərəcəm ki, 2 aya, 3-4-5 aya siz də toyuqlarınızın 3-4-5 kilo olmasını istəyirsinizsə, bu videoya kanala abunə olub like atmağı unutmayın. Artıq bir videonun da sonuna çatdıq. Kanala abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.